Rusiyanın İranı etirazlar fonunda da tək qoymadığı bildirilir. Qərbə qarşı birləşən tərəflər bu dəfə fərqli plan üzərində irəliləyirlər. İddialara görə Rusiya yük təyyarələri Tehrana eniş edib. Bu istiqamətdə İrandan xeyli miqdarda qızıl çıxarıldığı deyilir. Bu barədə Böyük Britaniyanın sabiq təhlükəsizlik məsələləri üzrə kiçik naziri Tom Tugendhat bildirib. Onun sözlərinə görə proses İranın hakimiyyətin mümkün çöküşünə hazırlaşdığını göstərə bilər. Məlumata əsasən təyyarələrin Tehrana enişini Birləşmiş Krallıq müşahidə edib. Bundan başqa, həmin hava gəmilərində silah və sursat daşındığı da iddia olunur. Bundan əvvəl də Rusiya yük təyyarələrinin dəfələrlə İrana yol aldığı iddia edilib. Defense Security Asia yazır ki, İl-76 hava gəmilərinin göndərilməsi İrandakı etirazlarla bağlıdır. Bu, Moskvanın Tehrana fiziki dəstəyinin nəzərə çarpacaq dərəcədə artması deməkdir. Məlumata görə, indiki məqamda Rusiya yük təyyarələrinin İrana enişi adi logistika hadisəsi sayıla bilməz. Sözü gedən hava gəmilərinin Tehran səmasında dəfələrlə görünməsinin beynəlxalq səviyyədə də ciddi diqqət çəkdiyi bildirilir. Çünki bu təyyarələrin qabaqcıl hava hücumundan müdafiə dəstək paketləri, raket alt komponentləri, müşahidə arxitekturasının daşınmasına şərait yaratdığı deyilir. 50 tona qədər yük daşıma qabiliyyətinə malikdir. Ekspertlərin fikrincə, bu müddət ərzində Moskva Tehrana dəstəyini əsirgəməyəcək. Rejiminin Rusiya ilə həm keçmişdə və həm indiki durumda bir sıra stratejik mənfəətləri olduğu üçün Rusiya əlindən gələni qədər yardım edəcək ki, İran dövləti çökməsin. İran Rusiya üçün çox önəmlidir və bir sənə öncə də Rusiyanın müttəfiqi olan Suriyədə Bəşar Əsədin yıxılması Rusiyanı indiki durumda çətin duruma saxladığı üçün İran onun üçün çox mühüm ola bilər və İrana dəstək verməsi ağla sınır.